Nun və ya Qələm surəsi Məkkədə nazil olmuşdur. 52 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. Nun, and olsun qələmə və mələklərin yazdıqlarına, yaxud lövh-i məhfuzda yazılanlara ki, sən, ya Mühəmməd, Rəbbinin neməti sayəsində divanə deyilsən və həqiqətən səni minnətsiz, tükənməyi bilməyən mükafat gözləyir. Doğrudan da sən böyük bir əxlaq sahibisən, böyük bir din üzərindəsən. Tezliklə sən də görəcəksən, onlar da görəcəklər hansınızın divanə olduğunu. Həqiqətən sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl tanıyandı. Elə isə ya Peyğəmbər, Allahın ayələrini yalan sayanlara itaət etmə. Müşriklər istərdilər ki, sən onlara yumuşaqlığı göstərəsən, onlar da sənə yumuşaqlıq göstərsinlər. Ya Peyğəmbər, itaət etmə, yalan yerə hər and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə, xeyrə mane olana, zülm etməkdə həddi aşana, günaha batana, daş ürəkliyə, anlamaza və eyni zamanda əsli nəsəbi bilinməyən haramzadıya, o mal dövlət, oğul uşaq sahibi olsa belə. Ayələrimiz onu oxunduğu zaman o, bunlar qədimlərin əfsanələridir dedi. Biz tezliklə onun burnuna damğa basacağıq. Biz vaxtı ilə o bağ sahiblərini imtihana çəkdiyimiz kimi, bunları da Məkkə müşriklərində imtihana çəkdik. O vaxt o bağ sahibləri səhər açılanda onun meyvələrini mütləq dərəcələrini and içmişdilər və heç bir istisna yeri də qoymamışdılar. İnşallah deməmişdilər. Onlar yuxuda ikən, ya Peyğəmbər, sənin Rəbbindən o bağa bir bəla gəldi və o yanıb qapqara qaraldı, külə döndü. Onlar səhər qalxıb bir-birini belə səslədilər. Əgər məhsul yığacaqsınızsa, bağınıza tez gedin. Nəhayət yola düşdülər, yol boyu bir-birinə xəlvətcə belə deyirdilər. Elə edin ki, bugün orada yanınıza heç bir yoxsul soxulmasın. Onlar yoxsulları bağa buraxmamağa qadir olacaqlarını güman edərək erkən getdilər. Bağı bu vəziyyətdə, yanıb külə dönmüş gördükdə dedilər, yəqin ki, yolumuzu azmışıq. Xeyr, biz bağımızın bərəkətindən məhrum olmuşuq. Onların ən ağıllısı və insaflısı dedi, məyər mən sizə Allahı həmd sənə ilə təqdis etməli olduğunuzu demədimmi? Onlar, Rəbbimiz pak və müqəddəsdir, həqiqətən biz zalim idik dedilər. Onlar bir-birini danlamağa başladılar və dedilər, vay halıma, biz azğınlıq edirdik. Ola bilsin ki, Rəbbimiz tövbəmizi qəbul buyurub, onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən bizi bağışlamasını, bizə mərhəmət əta etməsini diləyirik. Dünyadakı əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər. Həqiqətən Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında nəyim cənnətlər gözləyir. Məyər biz müsəlmanları kafirlərlə eyni tutacağıq? Ey kafirlər! Siz dünyada yoxsul möminlərdən mal dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz. Sizə nə olub? Necə mühakimə yürüdürsünüz? Yoxsa Allahdan nazil olmuş bir kitabınız vardır ki, bunları orada oxuyursunuz? Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır. Və ya hökm edib istədiklərinizin sizin olacağına dair bizdən qiyamət gününə də davam edəcək əhd almısınız? Ya Peyğəmbər, onlardan soruş ki, hansı biri buna zamindir?
yoxsa onların axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən şərikləri vardır. Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər. İş çətinləşəcəyi, lüt üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı və səcdiyə dəvət olunacaqları gün onlar səcdə etməyə qadir olmayacaqlar. Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar dünyada sağlam olduqları ikən səcdiyə dəvət olunurdular. Ya Peyğəmbər, artıq bu kəlamı, Qur'anı yalan sayanları mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik. Onlara bir müddət möhlət verərəm. Həqiqətən mənim əzabım dözülməz dərəcədə şiddətlidir. Yoxsa sən risaləti təbliğ etmək müqabilində onlardan ücrət, muzd istəyirsən və onlar ağır borc yükü altında qalıblar. Yoxsa qeyb, lövh-i məhfuz yanlarındadır və onlar səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah yanında möminlərdən üstün olacağını oradan öyrənib yazırlar. Ya Rəsulum, sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi Yunus Peyğəmbər kimi olma. Risaləti təbliğ etməyi yerə qoyma. O zaman o, balığın qarnında qəm-kədər içində boğularaq Rəbbinə dua etmişdi. Əgər Rəbbindən ona bir mərhəmət, neymət yetişməsəydi, o məzəmmət olunaraq quru yerə, səhraya atılacaqdı. Amma Rəbbi onu öz bəndələri içərisində seçdi və salihlərdən, peyğəmbərlərdən etdi. Ya Peyğəmbər, həqiqətən kafirlər Qur'anı eşitdikləri zaman sənə olan həsədlərindən və qəzəblərindən dolayı az qala səni gözləri ilə yiyələr. Onlar sənin barəndə o divanədir deyirlər. Halbuki bu, Qur'an aləmlərə, insanlara və cinlərə ancaq bir öyüd nəsihətdir.